Futqaz TV-dən hər kəsə salam. Gerdə qoyduğumuz bu futbol həftəsi Azərbaycan futbolu və xüsusilə Qarabağ üçün sadəcə bir həftə deyildi. Bu, tarix idi. Bu illərlə gözlədiyimiz bir anın çox yaxınlaşması idi. Qarabağ bu həftə bir daha sübut etdi ki, artıq Avropada təsadüfi komanda deyil. Klub öz tarixinə yeni bir ilk yazdı. Ağdam təmsilçisi Avrokuboklarda ilk dəfə bir Almaniya klubunu məğlub etdi və bu qələbə Qarabağı Çempionlar Liqasının play-offuna bir addımda yaxınlaşdırdı. Alman klubu deyəndə sıradan bir komanda yox, cəmi 4 mövsüm əvvəl UEFA Avropa Liqasının qalibi olmuş Eintracht Frankfurt nəzərdə tuturuq. Bu təkcə qələbə deyildi, bu güc mesajı idi. Etiraf edək ki, Almaniya klubları ilə oyunlar bizim üçün həmişə çətin olub. Fiziki güc, temp, təzyiq. Çox vaxt bu komandalar qarşısında tab gətirə bilməmişik. Amma bu dəfə fərqli idi. Bu dəfə meydanda inanan Qarabağ var idi. Ajax oyundakı məğlubiyyətdən sonra sanki Qurbanov və futbolçular bir qədər dərs çıxarmışdı ki, bu oyunda tam olaraq ölüm-dirim mübarizəsi kimi çıxmışdılar. Hər nə qədər də klubdan bəzi futbolçular getmək istəsə də, başa çatmamış bir missiya var ki, onu bitirmək lazımdır. Qarabağ artıq bu missiyanı bitirməyə çox yaxındır. Çünki hələ ilk 24-də qalma mübarizəsini tam bitirməmişik. İrəlidə bizi çətin, Enfield səfəri gözləyir ki, bu səfərdən də sonra hər şey rəsmiləşəcək. Qarabağ Eintracht oyunu haqqında çox danışmaq olar. Amma hal-hazırda bizi maraqlandıran ən əsas məsələ odur ki, Qarabağ dəqiq olaraq ilk 24-də olacaq. Hansı hallar baş versə, Qarabağ 24-dən kənar qala bilər. Gəlin bunları bir qədər soyuq başla analiz edək. Turnir cədvəlinə baxsaq, hal-hazırda Qarabağ 10 xalla 18-ci pillədə qərarlaşıb. Çempionlar Liqası başlayanda ötən ilki proqnozlara görə ilk 24-lüyə düşmək üçün 12 xal tam kifayət idi. Onu da nəzərə alaq ki, ötən mövsüm Dinamo Zagreb 11 xal toplasa da ilk 24-dən kənar qalmışdı. Amma bu mövsüm vəziyyət bir qədər fərqlidir. Fərqlidir dediyimiz odur ki, ötən mövsüm keçirilən bütün liqa mərhələsi oyunlarında 144 oyunda cəmi 18 heçəşə qeydə alınarkən, bu mövsüm oynanılan 126 oyunda artıq 23 bərabərlik var. Yəni aşağı pillələrdə olan komandaların xal ehtiyatı bir qədər azdır. Qaydırıq yenə də Qarabağ mövqeyinə. Ən pis ehtimal, əgər Liverpool səfərindən klubumuz məğlub olarsa belə, çalışıb çox top buraxmamalıyıq. Qarabağdan aşağı pillələrdə qərarlaşan və ilk 24-lük iddiası olan klublara gəlin bir yerdə nəzər salaq. Marseille, Bayer Leverkusen, Monaco 9 xal, PSV, Atletik Bilbao, Olympiakos, Napoli və Kopenhagenin isə 8 xalı var. Yəni bu klubların Qarabağa keçməyə şansları var. İndi isə gəlin bu şansları daha yaxşı analiz edək. Gəlin 9 xal olan klubları hələ ki bir kənara qoyaq. 8 xal olan klubları az öncə sadaladığım kimi yenə də qeyd edim. PSV, Atletik Bilbao, Olympiakos, Napoli və Kopenhagen. 7 xal olan Brüggeni bu siyahıya salmıram. Çünki son turda Brügge Marseille ilə qarşılaşacaq ki, burada alınacaq hər hansı bir nəticə rəqiblərdən birini siyahıdan kənarlaşdırır. Az öncə sadaladığım 5 klubdan ikisi xal etirsə, Qarabağ play-offa yüksəlir. Gəlin növbəti tur qarşılaşmalarına baxaq. PSV Bavariya, Atletik Sporting, Ajax Olympiakos, Napoli Chelsea, Barcelona Kopenhagen. Bu qarşılaşmalarda yalnız Olympiakosdan başqa digər rəqiblərimiz güclü klublarla qarşılaşır. Digər nəhənglərdən isə yalnız Bavariya ilk 8-liyi təmin edir. Digər 3 klub Chelsea, Barcelona və Sporting ilk 8-liyə düşmək üçün qələbə qazanmalıdır. Yəni son tur olsa belə bu klublar oyunlara ciddi yanaşacaq. Amma reallıqla danışsaq, Kopenhagenin səfərdə Barcelonanı məğlub etməsi o qədər də real deyil. Qarabağa isə bu 5 oyundan cəmi 2 rəqib klubunu xal edirməsi kifayət edir. Biri Kopenhageni nəzərə alsaq, digər 2 oyuna baxaq. Atletik Bilbao üçün Sporting ilə oyun çox çətin olacaq ki, Sporting qalib gəlib ilk 8-də yer almaq istəyəcək. Napoli Chelsea oyununda isə fikrimcə hər nəticə qeydə alına bilər. Yekun olaraq, Barcelona, Bavariya, Chelsea, Sporting və Ajax klublarından cəmi ikisi xal etirməsə, yəni uduzmazlarsa, yəni 5 klubdan ikisinin heç etməsi belə Qarabağı qane edir. Yəni Qarabağ play-offa yüksəlir. Bir çox analitik saytlarda Qarabağın ilk 24-də olması 99,5% kimi göstərilir. Yəni Qarabağ çox böyük ehtimalla artıq ilk 24-lüyü qane edib. Hazırda olan vəziyyətə görə Qarabağın rəqibi Çempionlar Liqasında ya Borussia Dortmund, ya Juventus olardı. Onu da xatırladaq ki, Çempionlar Liqasında klubların ilk 16-da bitirməsinin üstünlüyü ancaq o olacaq ki, ilk oyunu səfərdə keçirəcəklər. Yəni Qarabağ Liverpoolu məğlub etməsə, 16-dan aşağı pillədə olacaq ki, rəqibimizlə ilk oyunu məhz Bakıda evdə keçirəcəyik. Hər bir halda Qarabağ klubuna
uğurlar arzu edirik. Hansı rəqib gəlir gəlsin, Qarabağın o klubla başa-baş oynayacağına tam olaraq inanıram. Siz Footcast TV-ni izlədiniz. Videonu bəyənməyi, videoya rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın.